Dostum, bilirsən nəyə görə səni insanlar sevmir? Bəzi insanlar sevmir. İndi valideynlərvi çıxmaq şərtindən, sevdiklərvi, yaxınlarına çıxmaq şərtindən. Çünki sən daxilən özün sevmirsən və daxilən sənin daxili monoloqunda sən özünü pisləyirsən həmişə və ona görə insanlar səni sevmir. Bir çox insan sevgini çöldə axtarır. Halbuki sevgi daxildən başlayır. Sən daxilən özünü sevməyə başlayanda, artıq xarici, çöldən olan bir dünya da başlayır səni sevməyə və sənə dəyər verməyə. Kimsə məsəl üçün gözləyir ki, filan kəs desin ki, sən yaxşısan, sən möhtəşəmsən. Kimsə müdirini məsəl üçün işləyir, müdirindən gözləyir ki, müdir buna yaxşı desin. Kimsə məsəl üçün dostundan gözləyir, kimsə atasından gözləyir, kimsə anasından gözləyir, kimsə kimdənsə gözləyir. Hamı gözləyir ki, kimsə ona yaxşı desin. Amma daxilində özünü dəyərləndirmir, özünü sevmir, özünü qiymətləndirmir və özünə yaxşı demir. Ona görə daxilində demədiyinə görə xarici dünyadan bunu ala bilmir. Bunların hamısı bir boşluğu doldurmağa çalışmaq. Çünki insanın içi boşdur və öz içində, öz daxili monoloqunda, öz beyni ilə həyat mübarizəsində belə deyim, insan öz beyninə uduzur və kontrolü verib beynin əlinə və öz şuuru hardasa yatır və yaddan çıxardıb ki, Allah Taala hər bir kəsə seçim azadlığı verib, şuur verib və beyin bizim köməkçimizdir, sənin köməkçindir. Beyin sənin ağan deyil, sən beynin ağasısan və sən beyinə istiqamət verməlisən və daxili monoloqu sən dəyişməlisən. Okey, uşaqlıqda sənə kimsə deyib ki, məsəl üçün, sən işə yaramazsan, bacarıqsızsan, filan kəs səndən yaxşıdır. Bu da sənin beyninə proqram olaraq yazılıb və elə bilirsən ki, həyat elə belə davam edir, həyat elə budur. Amma dostum, həyat bu deyil. Proqramı hər zaman dəyişmək mümkündür və hər an etibarilə sən qərar qəbul eləsən ki, mən dəyişirəm və proqramları dəyişirəm və dəyişmək mümkündür. Əvvəlcə sən özündən münasibət qurmağa başlayırsan. Sən özünü tanımalısan. Mənim bir videom var ki, məsəl üçün, insan dibə düşəndə sən dibə düşməlisən ki, qalxasan. Belə adda bir videom var kanalımda və bu doğrudan da həyatın bir ayrılmaz hissəsidir. İnsan dibə düşəndə əsl özünü tanıyır və bütün illüziyaları qırılır. Sənin həyatın illüziyalarından ibarətdir. Bəlkə də desəm gülərsən, amma sən həyatı bəlkə də 80%, 90% tərsinə yaşayırsan, səhv bilirsən. Çünki insanlığı elə formalaşdırıblar ki, bu matrisanı elə formalaşdırıblar ki, insanlar bu yalanın içində yalanı doğru olaraq bilsinlər və bunun içində bu kruq olaraq fırlansınlar. Əfsuslar olsun belədir. Sən hər bir informasiyanı öz şuur filtrindən keçirməlisən ki, bu düzdür ya yox. Və bunun üçün də beyinlə düşünməli deyilsən, hissiyatla, ruhən düşünməlisən, intuisiya ilə düşünməlisən. Bu həmən asan da olmaya bilər, çünki bütün həyatı boyu tərsinə yaşamağı öyrənmirsən. Okeydir bu, başa düşürəm ki, bütün həyatı boyu tərsinə yaşamağı öyrənmirsən, öyrədə bilərsən. Bu sənin günahın deyil, bunu sadəcə dərk eləməlisən. Əvvəlcə sən özünlə münasibət qurmağı başlamalısan. Əvvəlcə daxili illüziyalarını məhv eləməlisən. Əvvəlcə sən özünü daxilən sevməyə başlamalısan. Dostum, sən özünü sevmirsənsə, ətrafdan səni sevməyə gözləmə. Bizim həyatımız bir güzgüdür. Biz ona, o güzgüyə nə cür baxarıq, o da bizə o cür baxar. Bu həyat insana qarşı nə pisdir, nə yaxşıdır. Bu həyat insana qarşı sadəcə güzgüdür. Sən o güzgüyə nə cür baxarsan, o güzgüyə qarşı necə münasibət göstərərsən, o güzgü də sənə o cür münasibət göstərər. Ona görə ilk növbədə daxili monoloqu dəyiş. Özün onunla dialoqu dəyiş. Öz beynivə öyrət yenidən həyatı. Yaz, bir yaz. Nəyi həyatından çıxartmaq istəyirsən, nəyi həyatına əlavə eləmək istəyirsən. Yəni, sənə öyrədiblər ki, özünü sevmək, özünü dəyərləndirmək egoist olmaqdır, egodur. Amma bunu səhv öyrədiblər dostum. Əsas bu dünyada bizə lazımdır ki, özümüzü sevək. Çünki bu yolda, bu həyat yolunda ilk gündən son günə kimi biz özümüzlə olacağıq. Bütün bu çətinliklərdən, xoş günlərdən, xoşbəxtliklərdən, problemlərdən hamısından özümüz keçəcək. Və özümüzü dəyərləndirməyi öyrənməliyik.
bədənvə qayğı göstərməlisən, idmanla məşğul olmalısan, özünü sevməlisən, insanları sevməlisən, hər ağzına atdığına diqqət yetirməlisən, interval qidalanma ilə məşğul ol, az ye, çox yemək yaxşı deyil, az yemək yaxşıdır, bunu bil, az yeyəndə keyfiyyətli qidalanırsan, hər dəqiqə ağzına nəsə atmırsan, siqaret çəkib içki içmirsən, özündən qayğıva qalırsan, səhv elədiyinə görə özünü məhv eləmirsən, başa düşürsən ki, səhv həyatın, əslində səhv deyilən bir anlayış yoxdur. Sadəcə sən bu yoldan keçəndə bəzi sənin dilində deyirəm ki, səhv eləyirsən ki, dərk eləyəsən ki, növbəti dəfə bu addımı, bu yola gedəndə bu səhvi eləməyəsən və artıq daha təcrübəli olursan və həyat səhvlə səni öyrədir ki, sən burada bir səhvin var və bunu növbət dəfə eləmirsən. Müdriksənsə bunu görürsən və sırazı bunu eləmirsən və dərk edirsən. Nə qədər ki sən o səhvi elədin, sən yenə də o kruqun içində fırlanacaqsan. Yenə də gedəcəksən, amma istəyivə çatmayacaqsan. İnkişafa vaxt ayırırsan, özünlə məşğul olursan. Dostum, özünü sevmək, özünə dəyər vermək, özünlə məşğul olmaqdır. Yəni, nəsə öyrənirsən, inkişaf edirsən, qidalanmağa fikir verirsən, idmanla məşğul olursan, gündəlik gəzirsən, bədənvə qayğı edirsən, üzvü düzəldirsən, saçını düzəldirsən, paltarlarına fikir verirsən, istəmədiyin paltarları atırsan, geyinmirsən. Bu haqda da başqa bir video çəkəcəm. Bu da vacib bir şeydir. İnsanlar hərdən onlara elə olur ki, illərlə eyni paltarları giyinir. Dərk eləmir ki, o paltarı atmaq lazımdır ki, yerinə yenisi gəlsin, yeni enerji mübadiləsi olsun. Nəysə, bu başqa bir mövzudur. Mövzudan çıxmayayım, o üçün çəkəcəm. Yəni, məsələ odur ki, özü sevmək xırda şeylərdən başlayır. Səni öyrədiblər özünü sevməməyə. Siqaret çəkmək normaldır, içki içmək normaldır. Gör necə bir dünyada yaşayırıq ki, sadəcə bunu dərk elə. İçki içmək, siqaret çəkmək normal hesab olunur. Xoş gündə içki içirlər. Başa düşürsən, bu gülməlidir. Xoş gündə içki içirlər. Nə deyim? Bunları, həyatı, proqramları yenidən dərk edib, yenidən yazmaq lazımdır, dostum. Yəni, sən özünə hörmət etdikcə, özünü sevməyə başladıqca, sən nə gəldi yemirsən, nə gəldi içmirsən, özünlə danışığın, daxili monoloqun başlayır dəyişməyə, özünə proqramları dəyişirsən və özünə hörmətin artır və buna görə də artıq seçimlərin dəyişir, seçimlərin dəyişəndən sonra reallığın dəyişir, qarşıva sən bugün elədiyin seçim sənin gələcəyi bəlli edir. Sən bugün içki içə bilərsən və yaxud idmanla məşğul olub özünə, bədənvə gözəl bir nəsə faydalı bir şey ötürə bilərsən və bu bir müddət sonra öz təsirini göstərəcək, pis tərəfdən və ya yaxşı tərəfdən. Sadəcə bunu dərk eləmək lazım. Yəni, sən özünü nə vaxtı, necə görürsənsə, dünya da səni elə görməyə başlayır. Sən özünü daxilən sevmirsənsə, dəyər vermirsənsə, dünya da səni sevmir, dəyər vermir. Sən özünü sevirsənsə, dəyər verirsənsə, özünə qulluq edirsənsə, özünə hörmət edirsənsə, dünya da bunların hamısını başlayır sənə qarşı göstərməyə. Əlbəttə, səni hər halda sevəcək, dəyər verəcək insanlar var. Amma bunlar doğmalardır. Əgər sən həyatda nəyəsə nail olmaq istəyirsənsə, bütöv dünya sənə sevsin, dəyər versin, bunun üçün daxilən sən özünü sevməyə başlamalısan və özünə dəyər verməyə başlamalısan, dostum. Çünki insanlar, bilirsəniz, insanlara heç nə deməyə ehtiyac yoxdur. İnsan, hamımız energetik bir varlıq. Biz enerji ilə hiss edirik. Tutaq ki, kimsə otağa girəndə biz onun enerjisindən hiss edirik. Bu özünə hörmət eləyir, bu dəyər verir ya yox. Sən bəlkə də onu fikirləşmirsən, amma şuuraltı sən onu bilirsən. Şuuraltın artıq hamısını götürür. Ona görə dostum, deməyə ehtiyac yoxdur ki, mən beləyəm, mən eləyəm. Sadəcə hərəkətləri dəyişmək lazımdır. Özünə olan daxili hissiyatı, monoloqu, dialoqu dəyişməlisən. Sən dialoqu, özün verdiyin dialoqu dəyişməlisən ki, daxili monoloqun da bir-birindən dəyişsin və yaxşı. Bu asan proses deyil. Çünki sənin illərlə beynin örgəşib əksini eləməyə, bunu hazırlaş. Bu asan proses olmayacaq, çətin olacaq. Amma bu yolun sonunda səni gözləyən möhtəşəm bir şeydir. Final fikrimi bildirmək istəyirəm ki, başqalarından sevgi gözləmə. Əvvəl özünə sevgi göstər, özünlə dost ol. Bəzi insanlar bütün həyatı boyu özünlə dost yox, düşmən olurlar. Sən çalış özünlə dost olmağa, daxili harmoniyanı tapmağa, daxili özünün yaxşı tərəflərini ön plana çıxartmağa və özünü sevməyə başlayan insanın reallığı da bir müddət, bir zamanla sonra dəyişməyə başlayır. Sadəcə o sevgini, o inamı, o qayğını özünə göstərərək bir müddət davam eləmək lazımdır. Həyat çalışacaq ki, səni axarından çıxartsın,
Amma sən şuurlu şəkildə hərəkət eləyib bu yolla davam eləməyə başlamalısan və əmin olmalısan ki, bu yolun sonunda sən proqramı dəyişəcəksən və həyat sənə elə tərəflərdən güləcək ki, deyəcəksən ki, doğrudan da bu həyat möcüzə ilə doludur. Uğurlar dostum.